Bir dəfə Molla Nəsrəddin gedirdi qəbirstanlıqda, görür ki, boş qəbir var, dedi, uzanım görüm necədir burada qəbir. Uzandı, gecə vaxtı. Uzandı, bir də gördü ki, bir dəstə gəlir atla, heyvanlarla filanla. Bu qorxdu, dedi, yəqin ki, sorğusu hala mələklər gəlir. Durdu ayağa. Duranda ayağa, bunlar da qorxdu, bunların heyvanları hürçdü, özləri qorxdu, qaçdılar. Sonra gördülər Molla Nəsrəddindilər, yaxşı döydülər onu. Yaxşı döydülər, paltarı cırıq vəziyyətdə filan, gəldi evə. Arvad dedi, haradaydınız filan, dedi, qoy deyən görəydə özümə gəlim bir tərqan içindəyəm. Sonra dedi, haradaydın, dedi ki, qəbirdən gəlirəm. Dedi ki, yaxşı, orada nə var, nə yox qəbirdə? Dedi ki, heç kəsin heyvanını ürkütməsin, problem yox. Hər şey yaxşıdır. Cəmaatı narahat eləməsin, yaxşıdır hər şey. Bu, indi bir lətifə də olsa həqiqətdir. Heç kəsdən işin olmasa, çox yaxşıdır. İndi deyə bilərsiniz, biz ona görə qorxuruq da, ona görə qorxuruq ki, bilirik, hamımızda günahkarıq. Günahkar da olsaq, deyirlər, hər günahın yanında bir dənə istiğfar olsa, üzrxahlıq olsa, narahat olmayın. Allah bağışlayacaq. Heç olmasa üzr istə. Bunu da eləməyəcəksin. Allah deyəcək, bir dənə eləyirdin yaxşı da, bir dənə deyərin bağışla Allah səhvi. Hər günahın yanında bir dənə üzrxahlıq olsun.